Salam, bugün sizinlə Elşad Əliyev və Elşən Quliyevin 8-ci sinif yeni dərslik əsasında hazırladığı biologiya qiymətləndirmə vəsaitinin həyatın kimyası bölməsinin qapalı tipli test tapşırıqlarına baxacağıq. Gəlin başlayaq. Birinci sual. Verilənlərə əsasən doğru fikir müəyyən edin. İlkin olaraq A hüceyrəsinə baxaq. A hüceyrəsində su hüceyrədən xarici yerləşdirdiyi mühitə çıxıb. Biz də bilməliyik ki, hər zaman çoxdan aza doğru gedir. Deməli, A-dan tərkibində suyun potensialı daha çox imiş, onun yerləşdirdiyi mühitə nisbətən. Mühitdə deməli, su potensialı az imiş. Su hüceyrənin daxilində su potensialı çox imiş, çünki çoxdan aza doğru keçir. B-də isə bizə deyir, həm daxil olur və çıxır, deməli bərabər imiş. Yerləşdirdiyi mühitdə B bərabər imiş və digər adla izotonik məhlul. A hipertonik məhluldur. Hipertonik nə deməkdir? Maddə miqdarı çox, su potensialı az. B izotonik mühitdə yerləşdirilib, yəni onun daxilindəki ilə xaricdəki mühitdə su potensialı bir-birinə bərabərdir. C-də isə hipotonik mühitdədir. Necə? Xaricdə su potensialı daha çoxdur. C hüceyrəsinin nisbətən çoxdur ki, su xaricdən daxilə doğru dolur. Deməli, C-nin xaricindəki mühitdə su potensialı yüksək, A-da isə az, B-də isə bərabər. Oxuyaq variantları. A hüceyrəsini əhatə edən mühitdə su potensialı çoxdur. Xeyr, biz dedik ki, A hüceyrəsini əhatə edəndə azdır. B hüceyrəsində plazmoz baş verəcəkdir. Xeyr, B hüceyrəsi normal həyat şəraitində davam edəcək. C hüceyrəsində deplazmoz baş verəcəkdir. Baxın, plazmolis hüceyrənin susuzlaşmasıdır. Deplazmolis isə turqordan sinonimdir. Elə deplazmolis turqor deməkdir. Bəli, mən də C-də görürəm ki, C turqordur. Yəni hüceyrə şişibdir. Su qəbul edir və hüceyrə şişib. C variantım doğrudur. Birinci sualda cavab C olacaq. Keçək ikinci suala. pH mühitinin dəyişməsinin ABC fermentlərin iştirak etdiyi reaksiyalara təsir aşağıdakı qrafikdə əks olunmuşdur. Bu qrafik əsasən doğrudur. Gəlin biz aydınlaşdıraq. Baxın, pH 7 normaldır. Hansı ki, normal deyil də neytral mühit deyək. pH əgər 7-dən aşağıdırsa bu tuş mühitdir. pH 7-dən yuxarıdırsa bu qələvi mühit ifadə edir. İndi mən də görürəm. Bir də qrafiklərin pik nöqtəsinə baxın. Qrafiklərin pik nöqtəsi optimal, yəni onun üçün ən yaxşı olan şərait deməkdir. A 3-də yaxşıdır, optimalı. Bu deməkdir ki, A tuş mühitdə işləyən bir fermentdir, ən yaxşı işləyən. B neytralda ən yaxşı olacaq, C isə qələvi mühitdə ən yaxşı işini görəcək, ən sürətli olacaq. Dedik, baxaq, oxuyağın indi verilənləri. A fermenti bütün mühitlərdə də işləyir. Xeyr, A mən görürəm ki, pH-ın müəyyən qiymətindən başlayır və müəyyən qiymətində, yəni müəyyən bir tuş qiymətində dayanır. Ona görə də bütün mühitləri götürmürəm. 2-də deyir, A və B-nin birlikdə işlədiyi pH dəyərləri var. Bəli, baxın A və B qrafiki burada bir-birindən kəsişir. O deməkdir ki, birlikdə işlədikləri bir hissə vardır. 2-ni doğru götürəcəyik. 3-də B fermenti neytral mühitdə optimal yaxşı işlər. Bəli, dedik ki, pik nöqtə optimalı göstərir və B-nin də piki neytralı 7-ni göstərir. Bu da doğrudur. Daha sonra A və C-nin birlikdə işlədiyi bir pH dəyəri var. Xeyr, A tuş mühitdə işləyir, C isə qələvi və bunların birlikdə işlədiyi bir qrafikin görüşdüyü bir yer yoxdur. Ona görə 4-ü səhv götürəcəyik. Düzgün cavab variantı 2 və 3. Üçüncü sual. Tərkibində karbon, oksigen və hidrogendən başqa azot ehtiva edən əsas bioloji molekullara aiddir. Tərkibində azot olacaq bir zulalda, çünki zulalın tərkibində amin turşuları var və amin turşularında hər birinin amin və karboksil qrupları var. Amin də yəni azot qrupları var, NH2 qrupları. Yağda olmayacaq, yağlar karbon, oksigen, hidrogendən ibarətdir. Karbohidratlar da karbon, oksigen, hidrogendən ibarətdir. Bir də nuklein turşular. Çünki nuklein turşuları nukleotidlərdən ibarətdir və nukleotidlərin hamısının içərisində azot əsası var. Düzgün cavab variantım olacaq D. 2 və 4. Yox, 1 və 4. E. Zulal və nuklein turşuları. Keçirik 4-cü suala. Xüsusi qablarda A, B, C, D saxaroza məhlulları arasında su potensialı qradiyentlərinin artma ardıcıllığına görə X, Y vəziyyəti düzün. Gəlin baxaq. Baxın, B hər birində 15% məhluldur. Nə deməkdir 15% məhlul? 15 qram maddə, gerisi isə su. Yəni məhlulun həll edicisi.
İndi B'lərimiz bərabərdir 15-15 isə burada suyumuz olacaq 85, 85, 85. B'lərimiz hamısında. Yəni 15 qram maddə, 85 su. Daha sonra A'da 20 maddədirsə 80-i su, C'də 10 maddədirsə 90-ı su, çünki 10% məhluldur. O demək ki 10 maddə, 90 su. D'də isə 15% məhlululdursa 15 qram maddə, 85% də su. Elə bu bir-birinə bərabər oldu. Burada da deyir ki, qradiyentlərin artma ardıcına görə. Gəlin qradiyentləri. Qradiyent nə idi? Hər hansı bir maddənin qatılının çox olduğu yerdən az olduğu yerə qradiyent əyrisi olurdu. Yəni fərqlər olurdu. Konsentrasiya qradiyentləri arasındakı fərqlər, qatılıqları arasındakı fərqlər. İndi baxırıq X-a. X-də baxın, biri 80-dir, biri 85-dir. Y-də də bunu kimidir? Görürsünüz 90 və 95, 5 rəqəmi ilə fərqlənir. Amma Z-də 85 və 85 bir-birinə bərabərdir. Deməli, ən kiçik Z-də olacaq. Çünki ümumiyyətlə burada bir su potensialının bir qradiyent fərqindən söhbət getmir. Çünki 85 və 85-dir maddə miqdarı və maddə miqdarı 15-15-dir, su miqdarı da 85-85-dir. Su potensialı yoxdur, eynidir. X-dan Y-də bir-birinə bərabər olacaq. Yenə görürsünüz, çünki 80 və 85, 85 və 90 bir-birinə bərabərdirlər. Onu da belə götürəcək. X bərabərdir Y-ə, o da böyükdür Z-dən. Çünki Z-də ümumiyyətlə bir su potensialından söhbət getmir. X və Y-də də bərabər şəkildədir. Keçirik 5-ci şəklə. Şəkildə sxematik olaraq təsvir edilmiş maddə. Baxın, əgər bu şəkildə dağınıq formada götürsə, bu bitki mənşəli yağdır. Yox, əgər bunun nizamlı düzülüşünü göstərdirsə, o bizim heyvan mənşəli yağımızdır. Burada da bu şəkildə deyil, mən bunu bitki mənşəli yağ götürəcəm. Keçirik 6-cı sualı. Toxumun cücərməsi zamanı nişastanın maltozaya çevrilməsi baş verir. Ona görə də cücərmiş toxum şirin dada malik olur. Yuxarıda verilənlərə əsasən doğrudur. Baxın, bu tamamilə əzbərçi bir məlumatdır ki, nişasta amilaza fermenti hesabına maltozaya çevrilir. Amma belə yadınızda saxlayın, hər zaman reaksiyaya girən tərəf substrat olur, reaksiyadan ayrılan tərəf isə məhsul olur. Baxın, reaksiya girən nədir? Nişasta. Deyir, mənə nişasta maltozaya çevrilir. Deməli, substratım nişasta olacaq. Və mənim də dedim ki, alınan həmişə reaksiyadan maltoz olunur. Bununla mən variant tapa bilirəm. Amma bunu da əzbər bilməlisiniz ki, nişastanın maltozaya çevrilən amilazadır. Düzgün cavab variantı C. 7-ci sual. Verilənlərə əsasən canlı və cansız təbiət arasında fərq sayıla bilmir. Canlı və cansız təbiət arasında atomar səviyyədə fərq yoxdur. Həmin fərq yalnız molekulyar səviyyədə üzə çıxır. İndi dedik, atomar səviyyədə fərq yoxdursa, yəni dəmir və yodda fərq olmayacaq. Həm canlı təbiətdə olacaq, həm cansız. Amma yağ molekuludur, zülal molekuludur, karbohidrat molekuludur. Bunlar artıq fərq deməkdir. Təkrar edirik. Atomar səviyyədə fərq yoxdur. Fərq yalnız molekulyar səviyyədə çıxır. Bu da fərq olmayan deyirsə, atomları götürəcək. 3 və 4. Düzgün cavab variantı A variantı. 8-ci sual. Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. 1-ci. Yalnız həlledici molekullara aiddir. Yalnız həlledici molekullar osmosdur. Yalnız yarım keçirici membran üzərində baş verə bilir. Bu da yarım keçirici membran osmosdur. Hər hansı bir maddədə baş verirsə, bu diffuziyadır. Çünki osmosda yalnız sudan danışırıq. Baş verməsi üçün enerji ehtiyac yoxdur. Hər ikisi də pasiv daşınmadır. Yəni baş verməsi üçün bunların suya ehtiyacları yoxdur. Enerji ehtiyacları yoxdur. Maddələrin konsentrasiya qradiyenti boyunca hərəkət etməsi, bəli, hər ikisi. Hər ikisi konsentrasiya qradiyenti nə deməkdir? Yəni çoxdan aza doğru getməsi, bayaq da dedik. O da bu şəkildə olacaq. 1-ə yalnız 3, 2-yə 1, 2, 3-ə 4, 5. Cavab Y variantı. 9-cu sual. Deyir, doğru deyil. Doğru deyil odur ki, doğrunun altından yanlışı seçim, yanlışın altından doğrunu. Əgər təkrar deyirəm, doğrunu istəsəydi, doğrunun altından doğrunu götürərdim, yanlışdan yanlışı. İndi mən tamam əksini götürməliyim. Diffuziya maddələrin pasiv daşınmasına misaldır. Bəli, bu doğrudur. Amma doğru deyil deyə bunu götürmürəm. Fermentlərin təsiri spesifik deyil. Fermentlərin təsiri spesifikdir. Nədir spesifik? Yəni ki, bir ferment ancaq ona uyğun reaksiyanı kataliz edə bilir, başqa reaksiyalar kataliz edə bilməz. Bu səhvdir. Səhvləri də, yəni doğru deyillər soruşur deyə 3-ü götürəcəm.
Keçirik bu tərəfə. Yüksək su potensialı olan məhlulda hüceyrəyə yerləşdirilərsə deplazmoz baş verir. Yüksək su potensialı olan məhlulda hüceyrə, bəli, deplazmoz uşaqlar turqor deməkdir. Yuxarıda da dedik. Əgər mühitdə su potensialı yüksəksə, hüceyrənin içinə nisbətən su çoxdan aza, yəni mühitdən hüceyrənin içərisinə dolacaq. Bu da burada turqor baş verəcək. Bu doğrudur, amma yanlışın altdadır deyə bunu da götürəcəm. Çünki doğrunu istəsəydi yanlışdan yanlış götürərdim. Mənə də səhvləri istirdi, yanlışdan doğrunu götürməliyəm. O da olacaq 2 və 3. Gəlin 4-ə də baxaq. Bütün heyvan yağları adi otaq temperaturunda bərk halda olur. Bəli, heyvan yağları adi otaq temperaturunda bərk yağ olar. Düzdür, bir dənə istisnamız ola bilər, balıq yağı maye halda olur. Amma istisnalar əsasən pozmur. Ona görə 2 və 3-ü götürəcəyik. Şəkildə təsvir 10-cu sual. Şəkildə təsvir edilmiş prosesdə mühitdə hansı maddələrin olduğu təyin edilir. Əgər yumurtağın üzərinə biz qələvi mühitdə bir neçə damcı mis SO4 gəlsək, bununla mən zülal təyin edirəm. Əgər ki, məhlul göy rəngdə qalırsa, deməli orada zülal yoxdur. Əgər məhlul bənövşəyi rəngə boyansa, deməli orada zülal var. Burada da baxın, bənövşəyi rəngə boyanıb zülal olduğunu təyin etdi mənim üçün. Keçirik 11-ci suala. Qrafikdə insan orqanizmini təşkil edən əsas elementlərin hər birinin faizi əks olunmuşdur. Verilənlərə əsasən doğru olanı seçin. Dedik ki, insan orqanizmində ən çox rast gələn kütlə payına görə elementlər karbon, oksigen, hidrogen, azot, yəni con. Bunlardan da kütləcə ən çox olanı olacaq oksigen, ondan sonra karbon, sonra hidrogen, sonra azot, sonra isə digərləri. İndi oxuyaq. X və N elementi təbiətdə ən mühüm həll edici olan suyu təşkil edən elementlərdir. X və N. Bəli, karbon və hidrogen suyun tərkibidir. Y elementi bütün üzvü maddələrin tərkibinə daxildir. Y söhbət karbondan gedir. Bəli, karbon bütün üzvü molekulaların tərkibinə daxil olub skeletlər yaradır. 3-cü sual. T hüceyrədən mühüm funksiya icra edən üzvü maddələrin zülalların tərkibinə daxildir. T azotdur. Bəli, azot bütün zülalların tərkibində vardır. X elementi atmosferdə faiz etibarilə ən geniş yayılmış qazdır. X-im oksigendir, xeyr. Atmosferdən çox yayılan azotdur. T hərfinə işarə olunduqda. Bu səhvdir. T elementi atmosferdə faiz etibarilə ən geniş yayılmış qazın tərkib hissəsidir. Bəli, bu tamamilə doğrudur. Mənim də düzgün cavab variantım olacaq. 1, 2, 3, 5. C variantı. 12-ci sual. Şəkildə sxematiki olaraq təsvir edilmiş. Bəli, yuxarıda dedik. Əgər nizamlı şəkildə bir quruluşu varsa heyvan mənşəlidir. Nizamsız bir görüntüsü varsa bu bitki mənşəli yağ olacaqdır. Bu da nizamlı olduğu üçün bu heyvan mənşəli yağdır. Xərçəng kimlərin xarici skeletin tərkibi hansı maddə və ya maddələrdən təşkil olunmuşdur? Yadda saxlayaq. Xərçənglərdir, mollyuskalardır. Bunların xarici skeleti xitin, zülal və kalsium karbonatdan təşkil olunmuşdur. Hansı ki, xitin normal halda bir yumuşaq quruluşa malik bir üzvü maddədir. O kalsium karbonatla birləşdikdə sərt həmin o xarici skeletdə görsən onu sərt quruluşu alır. Həmçində xarici skeleti yaratmaq üçün zülallarla birləşir. Düzgün cavab variantım hər üçün. 14-cü sual. Doğru bəndi müəyyən edin. Deyir, A D-nin nukleotidi ola bilər. A-ya üstəgəl qoy. Bəli, DNT-də D-nin nukleotidi ola bilər. Mən də deyirəm düzdür, o da deyir düzdür. Ona görə götürürük. C urasil nukleotidi ola bilər. Baxın, ümumiyyətlə DNT-də urasil nukleotidi ola bilməz. Bu isə üstəgəl qoy. Demək bu səhvdir. DNT-də urasil olmur. RNT-də urasil olur. D urasil nukleotidi ola bilər. Xeyr, yenə D üstəgəl qoyubdur. Urasil DNT-də yoxdur. Keçirik. B nukleotidi RNT-nin nukleotidinə daxildir. B nukleotidi RNT-nin tərkibinə daxildir. Əgər DNT-də yoxdursa bu, deməli bu urasildir. DNT-də yoxdursa RNT-də var. Baxın, B-yə DNT-yə minus qoyub, deməli DNT-də yoxdur. DNT-də yoxdursa urasildir. Urasil bəli RNT-də var. Bu düzdür. A və C nukleotidin tərkibində dezoksiriboz ola bilməz. Xeyr, əgər bu A-ya da üstəgəl qoyub, C-yə də üstəgəl qoyubsa, deməli bu DNT-də olan nukleotidlərdir. DNT-də olan nukleotidlərin də hər birinin içərisinin pentozası, yəni karbohidratı dezoksiribozadır. Ona görə 5-im də səhvdir. Düzgün cavabım 1 və 4 E variantı. Keçirik 15-ci suala.
Verilmiş sxemdə iki fermentdə denaturasiya baş verərsə hansı maddənin sintezi pozulacaq? Baxın, 2 buradır. D-dən E-nin alınması reaksiyasını kataliz edir. Əgər D-dən E-nin alınmasını kataliz edən ferment denaturasiya uğrasa, deməli E alınmayacaq. Reaksiya getməyəcək. Və F-in də alınması üçün həm K olmalıdır, həm E olmalıdır. Bu ikisini birlikdə kataliz edəndə üçüncü fermentdir. Üçüncü fermentim olsun, nə bilim kam yaransın. Əgər M yoxdursa F də yaranmayacaq. Çünki onun tərkib hissəsində E də olmalıdır. Ona görə F də yaranmayacaq. Yəni hansı maddənin sintezi pozulacaq? E-nin və F-in sintezi pozulacaq. Digər yuxarıdakılar yəni öz halında gedəcək. Çünki birinci ferment var, K yaranır, amma E yoxdur deyə F yaranamır. Düzgün cavab variantı D variantı. Venn diaqramında nöqtələrlə işarələnmiş yeri yazmaq olmaz. Yəni ortaq. Adenin, guanin, sitozin bunları yaza bilərəm. Hər ikisində də rast gələn nukleotidlərdir. Amma urasil yazanmaram. Urasil LNT-nin, timin isə DNT-nin nukleotididir. Ona görə 3 və 4. Düzgün cavab variantım B variantım. 17-ci sual. Proteazalar adlanan ferment qruplarının təsir nəticəsində hüceyrədə aşağıdakı maddənin hansı miqdarı azalır? Proteaza zülalların parçalanmasını kataliz edən bir fermentdir. Parçalayan fermentdir. O zaman zülalın miqdarı azalacaq. Çünki onlar parçalanacaq. Soruşsaydı nəyə miqdarı artar? Amin turşunun. Çünki zülal parçaları amin turşu yaradır. Amma zülalın özü miqdarı azalacaq. 18-ci sual. Aşağıdakı bəzi disaxaritlərin tərkibinə daxil olan monosaxaritlər verilmişdir. Bu disaxaritlərin hidrozin nəticəsi aşağıdakı qrafikdə verir. Nəticəsində disaxaritlərin mol sayı hansı variantda doğru göstərilmişdir? Baxın, maltozada deməli glikoza yaranır. Burada mənə X-dən veribdir. Yaxşı, gəlin belə baxaq X-dən deyir deyə. Maltozada X 2 qız, laktozaya 1 qız, saxarozada 1 qız. Ümumilikdə mənə bunların hər birindən 1 mol parçalanması üçün 4x yaranacaq. 4 mol X, 1 mol Y, 1 mol da Z yaranacaq. Təkrar edirəm, bunların hər birinin 1 molunun parçalanması üçün parçalanan zaman 4 mol X yaranır, 1 mol Y, 1 mol Z. İndi burada deyilə X-a mənə 4 verib, Y-dən Z-ə 1 verib deyə, demək hərəsindən 1 mol parçalanır. Çünki nisbət bu şəkildə alınırsa, deməli 1 mol parçalanır hərəsindən. Düzgün cavab variantı A variantı. 19-cu sual. Deyir, 10 mol glikoza molekulu öz aralarında kondensləşmə yolu ilə maltoz molekullarına çevrilmişdir. Bu prosesdə cəmi neçə maltoza yaranır, neçə mol su ayrılır? Ümumiyyətlə, yadınızda saxlayın hər zaman. Maltoza və su miqdarı bir-birinə bərabər olur. Çünki reaksiya necə idi? Glikoza üstə gəl glikoza yaranır. Maltoza üstə gəl su. Və 1 mol, 1 mol. Bunda hərəsi 1 mol, 1 mol. 2 mol glikoza reaksiyaya girərək 1 mol maltoza, 1 mol da su yaradır. İndi deyir 10 mol glikoza birləşirsə, 2 moldan 1 mol yaranırsa, 10 moldan da demək 5 mol yaranacaq. 5 mol maltoza, 5 mol da su. Çünki ikisində bir-birinə bərabərdir. Lap bu şəkildə də yaza bilərsiniz. Tənasüb qurmaq istəyirsiniz. Belə yazırsınız. 2 mol glikozadan 1 mol maltoza yaranırsa, 10 mol glikozadan x mol maltoza. X-i tapanda yenə isə 5-i verir. Dedik maltozadan da suyun molu bərabərdir deyə 5-5. Düzgün cavab variantı B variantı. Keçir 20-ci suala. Deyir, eyni kütləyə malik yuxarıdakı su nümunələrinin həcmlərlə bağlı verilmiş münasibətlərdən hansı doğrudur? Yadınızda saxlayın. Su elə bir şəkildə molekuldur ki, maddədir ki, daha doğrusu. Onun bərki maye halının üzərində üzür. Yəni, bərkinin sıxlığı daha azdır. Suyun da bərk forması nədir? Buz. Buzun sıxlığı mayədən daha azdır. İçiləndə də sözsüz ki, buxar olacaq. Buxarın sıxlığı isə hər ikisindən daha az olacaq. Deyir, həcmlərlə bağlı verilmiş münasibətlərdən hansı doğrudur? O zaman da mən götürürəm A böyükdür C-dən, o da böyükdür B-dən. Təkrar edirəm, suyun donduqca buzu suyun üzərində üzür. Bu da canlılar üçün, yaşaması üçün yaxşı bir şərait yaradır və suyun normalda digər maddələrin bərki mayesinin dibinə batmalıdır. Amma suda əksinədir, buzun sıxlığı azalır. Su bərkidikcə sıxlıq azalır. Ona görə ən çox həcm olan A olacaq, daha sonra C, o da böyükdür B-dən.
həcmdən söhbət gedir. Sıxlıqda soruşsaydı, sıxlıq ən çox olan B olacaqdı. Hansı halda eritrosit hüceyrəsində hemoliz baş verir? Baxaq. Hipertonik məhlul. Hipertonik məhlul nə deməkdir? Məhlulda maddənin miqdarı çox, suyun miqdarı azdır. Ona görə də hüceyrələrdən su məhlula çıxacaq. İzotonikdə bərabərdir. Normal həyat şəraitində gedir. Hipertonikdə isə hipotonikdə isə mühitdə maddə miqdarı, su miqdarı çoxdur. Ona görə su hüceyrəyə daxil olur. Və bu heyvan hüceyrəsi də eritrositdir. Eritrositlərdə hüceyrə divarı olmadığı üçün nazik qlikokaliksdir. Ona görə bunlar bitki hüceyrəsi kimi turqor və sarı olmuş, şişmir. Partlayırlar, hemoliz uğrayırlar. Söhbət burada hipotonik məhluldan gedir, hansı ki su potensialı yüksək olan bir mühitə yerləşdirsən eritrositləri, onlar partlayacaqlar, hemoliz uğrayacaqlar. 21-də cavab var. Aşağıdakılardan hansı kimyəvi elementdir? Qızıl. Digərləri qurğuşun sulfit birləşmədir, xörək düzü kimyəvi birləşmədir, sudur, şəkərdir. Qızıl isə elementdir, qızıl atomlarından təşkil olmuş bir elementdir. Toxumlu bitkilər oduncaq boruları ilə suyun daşınmasına su moleküllarına aid aşağıdakı xüsusiyyətlərdən hansı daha çox müsbət təsir göstərir? Baxın, kitabımızda da şəkli verilmişdir. Su molekülları boruların divarına yapışır, daha sonra bir-birinə hidrogen rabitəsi ilə birləşərək bitki üzrə daşınırlar. Bu da su moleküllarının polyar olması ilə asılıdır. Su moleküllarının polyar olması nə deməkdir? Qütblərindən biri mənfi nisbətən, biri isə müsbət yüklənir. Ümumilikdə neytraldır, yəni dipol yaradır. Bir tərəfindən müsbət, bir tərəfi mənfi yüklənir. Bununla da həmçinin polyar olması ona yaxşı həll edici olmasına gətirib çıxarır. Digər variantlara da baxa bilərik. Məsələn, çünki qeyri-polyar olması belə bir cümlə yoxdur. Yüksək qaynama temperaturuna bu şəkildə də demirik. Yüksək temperaturuna xeyr, yüksək istilik tutumuna malik olması. Yüksək istilik tutumuna malik olması nəticəsində biz deyək ki, tədricən isinir və tədricən soyuyur. Düzgün cavab variantı A olacaq. 24-cü sual. Hər bir canlı hüceyrədə rast gələn aşağıdakı maddələrdən hansı canlı ilə cansız aləmi fərqi hesab edilə bilməz? Söhbət qeyri-üzvü birləşmələrdən gedir. Hansı ki, su və minerallar. Canlı və cansız arasında fərq sayılmır. Çünki iki təbiətdə də var. Canlı təbiətdə də rast gəlinir, cansızlarda da. Amma karbohidratlar, zülallar, lipidlər, nukleinlər bunlar sırf üzvü molekullardır və ancaq canlı orqanizmlərdə rast gəlinir. 25-ci sualda təbaşir elementi tərkibi aşağıdakı variantlardan hansı? Kitabımızda verilmişdi kalsium karbonat. Bu da olacaq kalsium karbonat. Elə A variantımız doğrudur. Süfrə duzu. Daha doğru olan cavabı seçin. Süfrə duzu mənim bir kimyəvi birləşməmdir. Deyirdik ki, kimyəvi birləşmə nə idi? Elementlər öz xassələrini itirirlər. Məsəl üçün, xlor qazdır. Hansı ki, zəhərlidir xlor qazı normalda. Və yaxud da ki, natrium bir metaldır. Sudan yüksək və çox sürətli reaksiya girir. Amma natrium xlor şəklində biz onu qida kimi istifadə edirik. Kimyəvi birləşmələrdə dediyi öz xüsusiyyətlərini itirir elementlər. Süfrə duzu da bir kimyəvi birləşmədir. 27. Verilmiş nuklein turşusuna aid ola bilməz. Tez aid edilməz. Mən urasili gördüm. Urasil varsa deməli burada söhbət RNT-dən gedir. Və RNT-dən gedirsə söhbət, aid edilmirsə deməli DNT aid olanları seçməliyim. Gəlin baxaq. Tərkibində riboza şəkəri vardır. Bəli, RNT-nin var. Aid edilə bilər. DNT nuklein turşusudur. Xeyr, bu dedik ki, RNT-dir. Ona görə aid edilməz deyəndə 2-ni seçirəm. Bir zəncirli quruşa malikdir. Bəli, RNT-dir. RNT bir quruşudur. Götürmürəm düzdür deyə. Zulal sintezində iştirak edir. Ümumiyyətlə, DNT də, RNT də hər ikisi də zulal sintezində iştirak edəcək. Götürmürəm. Timin azotlu əsasına malikdir. Xeyr, DNT timin azotlu əsasına malikdir. RNT də urasildir. Ona görə 2 və 5 aid edənmərəm, o da olacaq bir variantı. Bitki hüceyrəsində baş verən aşağıdakı proseslərə əsasən nəyi söyləmək olmaz? Baxın, birinci fotosintez, ikinci glikozadan karbon qazı və su yaranırsa, bu deməli enerji mübadiləsində hansı ki enerji yaranır. Glikoza nişastaya çevrilirsə depolanır. Məsələn, glikoza yarpaqda sintez olunur, mənbədən hovuza gedə bilər. Nişasta təzədən glikozadırsa, hovuzdan orqanizm istifadəsi üçün göndərilə bilər, hara lazımdırsa. Gəlin də baxaq variantlara. Birinci proses fotosintez ilə əlaqədardır. Bəli. Dedik ki,
məndən nəyə soruşur? Söyləmək olmaz. Hə, onda bir doğrudur, biri deyə bilərəm. Daha sonra ikinci proses fagositoz edən canlılar üçün xarakterikdir. Baxın, ikinci proses deyir fagositoz. Fagositozu heyvanlar edirlər. Bitkilər fagositoz etmir və heyvanlarda nişastaya rast gəlinmir. Heyvanlarda deposu glikogendir. Nişasta da sellulozadır. Bunlar sırf bitkilərə xas polisakkaridlərdir. Əlavə edilməz deyəndə B-ni avtomatik götürürəm mən. Digərlərinə də baxa bilərik. C-də üçüncü proses nəticəsində enerji ayrılır. Bəli, dedim, bu enerji mübadiləsində enerjinin yaranmasını göstərir. Dördüncü proses pneusitoz edən canlılar üçün xarakterik ola bilər. Nişastadan glikoziya çevrilir. Necə ola bilər? Ola bilər ki, həzm kanalında nişasta parçalanan glikoziya çevrilir. Bu da ola bilər. Bəli, dördüm ola bilər. Birinci proses əsasən bitkilər üçün xarakterikdir. Bəli, birdən fotosintezi göstərir. Bu bitkilər üçün xarakterikdir. 2 aidliyi söyləmək olmaz. Digərlərini söyləyə bilərəm. 29. Aktivləşmə enerjisi nədir? Aktivləşmə kimyəvi reaksiyanın başlaması üçün lazım olan minimum enerjinin miqdarıdır. Baxın A. Fermentlər də bu miqdarı azaldaraq maddələrin özünü aktivləşdirərək reaksiyaları sürətləndirir. 30-cu sual. Şəkildə əks olunan bir hüceyrəli canlının duzlu suda yaşayan növlərində açılıb yığılan ifrazat və korlara adlanan strukturun olmadığı halda şirin suda yaşayan növlərində isə bu struktur mövcuddur. Şəkildə ümumiyyətlə görürük. Şirin suda olanda niyə var? Çünki şirin suda maddə miqdarı az, su potensialı çoxdur. Su potensialı çoxdur deyə su daim bunun hüceyrəsinə daxil olur. Bu da artıq suyu çıxarmalıdır. Ona görə bunda həmin ifrazat vakol olacaq. Elə A variantımda da onu deyir. Hüceyrədən artıq suyu xaric etməklə osmotik təzyiqin qorunmasını təmin edir. Bəli. Artıq suyu çıxaracaq. Çünki bu hipotonik bir məhlulda olur. Maddəsal su potensialı çox olan bir məhlulda. 31-ci sual. Verilən prosesə əsasən fermentlərin təsir fəaliyyətinə bilavasitə aid deyil. Nə deyir? İnsanın normalda gündəlik qidasına daha çox qəbul etdiyi üzvü maddələr ilkin olaraq ağızda kimyəvi həzm olunması. Söhbət karbohidratların həzmindən gedir. Karbohidratların həzminin ilkin mərhələsi ağızda başlayır. Mühitin pH dəyəri. Ümumiyyətlə, fermentlərin işləməsi üçün biz dedik müəyyən pH-da işləyirlər, bir də müəyyən temperaturda. Ferment deyirsə pH da nəzərə alınmalıdır. Substrat səthi bəli, fermentin fəal mərkəzi substratın müəyyən hissəsi ilə birləşir. Bu da doğrudur. Fermentin fəal mərkəzi, bəli, ferment varsa fəal mərkəz də var. Bundan da söhbət gedə bilər. Mühitdə sözsüz ki, su olmalıdır. Çünki bütün kimyəvi reaksiyalar suda gedir, insan orqanizmində. Sulu mühitdə gedir. Edə isə deyir ki, fermentin fəal mərkəzi substrat arasında rabitənin əmələ gəlməməsi. Əksinə, fermentativ reaksiyadırsa, orada fəal mərkəzlə substratı bir əlaqə olmalıdır. O reaksiyanın getməsi üçün. Ona görə Y variantın səhvdir. Aid deyil deyirsə Y. Digərləri doğrudur. 32-ci. Şəkər və fosfat skeleti aşağıdakı hansı üzvü maddənin əsasını təşkil edir? Baxın, söhbət nuklein turşularla gedir. Nuklein turşular nukleotidlərdən yaranıb. Nukleotidlərin azot əsasları bir-birindən hidrogen rabitəsi ilə bir nukleotidin şəkəri o bir nukleotidin fosfatı ilə birləşir. Bu zamanda nuklein turşuların skeleti yaranır. 33-cü. Lipazalar adlanan fermentlər qrupun təsir nəticəsində hansı maddənin miqdarı azalar? Lipaza lipidləri parçalayır deyən lipidin miqdarı azalacaq. Amma lipid parçalananda nə yaranır? 3 atomlu spirt, gliserol və yağ turşuları. Bunlar isə miqdarı artacaq. Çünki lipid parçalananda bunlar yaranır. Keçirik 34-cü suala. Qıfıl və açara uyğundur. Baxın, biz dedik ki, fermentlər spesifikdirlər. Yəni, hər bir ferment bir dənə reaksiyanı kataliz edir. Yalnız onu. Lipaza ancaq lipidləri parçalayacaq, proteaza ancaq sulalı. Yəni, lipaza gedib sular parçalayacaq bir reaksiyanı kataliz etməz. Bu spesifiklik deməkdir. Niyə? Çünki fermentlərin fəal mərkəzləri substratla açar və qıfıl kimi uyğun gəlir. Mən fermentin fəal mərkəzini açar adlandıracağım. Substrat molekulunun bir hissəsini isə qıfıl adlandıracağım. Niyə? Çünki açar qıfıl açanda sonda açar dəyişməz olaraq qalır. Dəfələrlə istifadə edə bilərsən açarı. Amma qıfıl
bağlı idi, açıldı, forması dəyişildi. Görürsüz, reaksiyalarda da olur. Substrat girir, dəyişir, tamam fərqli məhsul yaranır. Ona görə mən açarı fermentin fəal mərkəzi, qıflı isə substrat molekulun bir hissəsi kimi götürəcəm. 34-də düzgün cavab variantı A variantı. Fermentativ reaksiyada məhsulun konsentrasiyasının dəyişməsi hansı qrafikdə düzgün göstərilmişdir? Məhsulun konsentrasiyası. Məhsul yoxdur mühitdə və yaxud da ki, varsa da az var. Reaksiya necə olur? Substrat girir, ferment kataz edir və məhsul yaranır. Təkrar edirəm. Reaksiyalarda substrat girir, ferment kataz edir, məhsul yaranır. Məhsul artır. Amma müəyyən miqdardan sonra sabit qalır. Çünki dayanmadan arta bilməz. Bu da mənə birinci qrafikdə göstərir. Müəyyən qiymətdən qalxsın, artsın, ehtiyac olan qədər sonra sabit qalsın. 2 və 3-üm doğru deyil. Düzgün cavab variantım 1 olacaq. 35-də A variantı. 36-da dializ aparatı. Dializ aparatı yalnız insanların həyat şəraiti nisbətən yaxşılaşdırmaqdan ötürüdür. Yəni börəkləri müalicə etmir. Börək xəstəliyini. Sadəcə artıq ifrazat məhsullarının bədəndən çıxarılması üçündür. İndi nə deyir? Börək çaşmazlığında istifadə olunur? Bəli, səhv fikir axtarmalıyıq. Xəstələrə həftədə 2-3 dəfə olmaqla tətbiq edilir? Bəli. Bilavasitə börək xəstəliyini müalicə edir. Xeyr, yenə deyirəm, börəkləri müalicə etmir. Sadəcə börəyin işini, görməli olduğu işi görmədiyi üçün börəklər, onun yerinə həmin işi görür, ifrazat məhsullarını bədənimizdən çıxarır. O da C olacaq. Səhv fikir. 37. Suyun bioloji əhəmiyyətini ifadə etmir. Su hüceyrənin həcmini müəyyən edir. Bəli, edir. Kimyəvi reaksiya üçün mühitdir. Bəli, bütün reaksiyalar su mühitində gedir orqanizmdə. Təbii həll edicidir. Bəli. Maddələrin hüceyrəyə daxil olmasının qarşısını alır. Əksinə, maddələr suda həll olmuş şəkildə daxil olur hüceyrəyə. Dem səhvdir. Hüceyrə mühitin sabit qalmasını təmin edir. Bəli. Səhv fikir istəyirdi deyə cavab olacaq D variantı. Eyni növ kimyəvi reaksiya daha yüksək aktivləşmə enerjisi ilə baş verir. Əgər prosesdə ferment olmasa. Bayaq da dedik, ferment aktivləşmə enerjisini aşağı salmaqla reaksiyaların həmin reaksiya girən maddələri aktivləşdirərək daha aşağı aktivləşmə enerjisindədir. Daha yüksək olursa, deməli orada uyğun ferment qrupu yoxdur. Düzgün cavab variantı B variantı. 39-cu sualda. Fermentlər haqqında hansı ifadə doğru deyil? Spesifikdirlər, bəli. Fəaliyyəti üçün pH dəyəri olmalıdır, bəli. Əsasən zulal mənşəlidirlər, bəli. Substrata fəal mərkəzi ilə, bəli. Hər bir universal, xeyr, universal deyirlər, spesifikdirlər. Lipaza lipidi, proteaza zulalı, katalaza H2O2-ni bu şəkildə. Verilənlərdən biri şəkər deyil. Glikoza, fruktoza, galaktoza, riboza, bunlar hamısı şəkərdir. Amilaza isə fermentdir. Bunu bir yerə qeyd edə bilərsiniz. Azasonluqlular ferment, ozasonluqlar isə şəkər olur. Baxın, amilaza, saxaraza, laktaza, azasonluqlar fermentlərdir. Saxaroza şəkər, saxaraza onu parçalayan ferment. 41-ci sual. Cədvəldə verilənlərə əsasən doğrudur. Sintez olunur bitkidə. Bitkidə sintez olunur X, heyvanda sintez olunmursa, deməli bu glikozadır. Glikoza və fotosintezdən sintez olunacaq sözsüz. Depolanır. Yadımızda saxlayaq, təkrar deyirik. Nişasta bitkinin deposu glikogen, glikogensə biraz yazmaqda əziyyət çəkirik burada. Glikogen isə heyvanların depo karbohidratıdır. Hər ikisi də polisaxariddir. Sözsüz ki, depolar polisaxarid olmalıdır. Əgər bunlar monosaxarid olsa və yaxud da disaxarid olsa, hüceyrəyə dayanmadan su çəkər. Pozular osmotik təzyiq su çəkər və hüceyrə öz fəaliyyətini davam etdirəməz. Ona görə polisaxarid şəklində depolarıq biz karbohidratlarımızı. Keçək, birdə deyir və doğrunu tapın deyir. X fotosintez nəticəsində yaranan, bəli, X glikozadır, fotosintezdən yaranacaq. Bir doğru. Y nişasta molekuludur, bəli, indicə dedik, bitkilərdə nişasta, heyvanlarda glikogen. Z polisaxarid molekuludur, bəli, glikogen, o da polisaxariddir, 3-də doğru. 4.
Y sadə karbohidrat molekuludur? Xeyr. Sadələr mono və disaxaridlər, mürəkkəblər polisaxaridlər. Yəni sadəm deyil, bu polidir, mürəkkəbdir. 5. X-də bir neçə oxşar molekulun kondensləşməsindən yaranmışdır? Xeyr. X glikozadır. Özü bir monosaxariddir. Y və Z monosaxaridlərin kondensləşməsindən yaranır. Düzgün cavab variantı olacaq 1, 2, 3. E variantı. 41-də E. 42-də cədvəldə təcrübə nəticələri rəqs olunmuşdur. Verilənlərə əsasən doğrudur. Yadımızda saxlayırıq. Yoddan biz təyin edirik nişastanı. Məhlul əgər göyərirsə, deməli nişasta var. Qələvi mühitdə də mis sulfatdan zulalı. Məhlul əgər bənövşəyi rəngi alırsa, deməli burada zulal vardır. A maddəsi yod əlavə edəndə göyərif. Deməli A karbohidratdır, yəni nişastamdır. B maddəsi göyərif, deməli zulalımdır. Çünki zulalın üzərinə yenə deyirik, mis sulfat və natrium OH mühitdə mis sulfat əlavə etsək, əgər məhlul bənövşəyi rəngi alsa, deməli orada zulal var. Əgər məhlula yod əlavə edirik, göyərirsə, deməli orada nişasta var. Kitabımızın məlumatıdır tamamilə. Və doğruları soruşur bizdən. A maddəsi bir çox oxşar molekuların kondensləşməsindən yaranır. Bəli, A nişastadır, glikozadan yaranır. Elə B-də də, B-ni də istəsəydi, B-ni də doğru götürərdik. Çünki B-də də amin turşlardan yaranır. 2-də B maddəsi çox saylı amin turşlarından yaranır. Bəli, bunu deyirdi, elə bu da doğrudur. 3-də B tərkibində kükürt və digər kimya elementlərə rast gəlinə bilməz. Niyə gəlinməsin ki? Gəlinəcək. Elə kitabımızda da verilmişdir ki, kükürtdür, bir sıra digər elementlər ola bilər. 3 səhvdir. 4. A maddəsi bitki hüceyrəsində depo halında toplana bilməz. Yuxarıda da dedik ki, bitkidə nişasta toplanır depo şəklində, səhvdir. 5. B maddəsi bitki və heyvan mənşəli qida məhsullarında olur. B maddəsi zulaldır. Bəli, zulal paxlalı bitkilərdə məsəl üçün, heyvan da əksər heyvani məhsullarda da zulala rast gəlinəcək. Düzgünlərim olacaq mənim 1, 2, 5. 42-də düzgün cavab variantı D variantı. 43-də əksər kimyəvi elementlərin atomların nüvəsi təşkil olunmuşdur. Atomların nüvəsi proton və neutrondan, elektronlar isə kənarında, atomun kənarında hərəkət edir. Nüvəni soruşur deyə C variantı, proton və neutron. 44-də hüceyrədə proteazaların, baxın, proteazalar zulalları parçalayan bir fermentlərdir. Bunların aktivləşməsi zulalı azaldacaq, amin turşusunu artıracaq. Çünki zulal parçalanır, azalır. Bayaq var idi zulal, indi parçalandı, artıq zulal deyənmərəm ona, nuklein amin turşuları yarandı, mühitdə artıq amin turşuları artacaq. Deyir ki, X zamanası qımidanın dəyişməsi əksi olmuşdur amin turşularının. Çünki zulallar parçalanır, amin turşuları artır zamanla. 44-də düzgün cavab variantım A variantı. 45-də canlı hüceyrələrdə baş verən biokimyəvi reaksiyanın aktivləşmə enerjisinin az olmasının əsas səbəbi fermentlərin olmasıdır. Fermentlər çünki aktivləşmə enerjisini aşağı salır. A variantı ilə düzgündür. Proseslərdə fermentlər adlanan zulalların iştirak etməsi. 46-da aşağıda bəzi disaxaridlərin tərkibinə daxil olan monosaxaridlər verilmişdir. Bu disaxaridlərin hər birindən 2 molu hidrolizə məruz qalarsa, baxın, yadınızda saxlayın. Maltozada glikoza plus glikoza, laktozada glikoza plus, bax glikoza plus glikoza, laktozada glikoza plus galaktoza, saxarozada glikoza plus fruktoza. Deyir ki, hər birindən 2 mol hidrolizə məruz qalarsa, disaxarid, yəni 2 dənə monosaxariddən təşkil olan deməkdir. Maltozada ikisi də glikoza, laktozada biri glikoza, biri galaktoza, saxarozada isə biri glikoza, biri fruktoza. Hər birindən 2 mol hidroz uğrayarsa, ümumilikdə baxın, 1 moldan 2 glikoza yaranırdı maltozadan, 2 moldan 4 mol glikoza yaranacaq. Laktozanın 2 molundan 2 mol glikoza, saxarozanın da 2 molundan 2 mol glikoza. Ümumilikdə 8 mol glikozam yaranacaq. Ya da gəlin variantlarda görək nə istəyir. 2 mol galaktoza əmələ gələr. Bəli, 2 mol laktozadan 2 mol da galaktoza yaranacaq. A doğrudur. Məndən nəyi soruşur? Tərkibinə daxil olan 2 mol hidroz olsa, hə, yanlışı soruşur. A doğrudur. B-də deyir, 8 mol glikoza yaranacaq. Bəli, 4 mol maltozaya görə yaranacaq, 2 mol laktoza, 2 mol da saxarozaya görə. 8 mol glikoza yaranacaq.
Daha sonra 4 mol fruktoza. Xeyr, fruktoza 2 mol yaranır çünki saxarozanın içərisində var. Ona görə C səhvdir. 4 mol fruktoza əmələ gəlir. Digərlərinə də baxaq. 16 mol şəkər əmələ gəlir. 12 mol şəkər əmələ gəlir. Bəli. 4 mol glikoza buradan, ya da belə deyək də, 8 mol glikoza, 2 mol galaktoza, 2 mol fruktoza, 12 mol şəkər edir. 6 mol su sərf edilir. Kondensləşmədirsə su yaranır, hidrolizdirsə su sərf edilir. Burada da hidrolizdir. Baxın, maltoza, laktoza, saxarozanın üzərinə su gəlir və maddələr yaranır. Hər zaman yadınızda saxlayın. Neçə mol maddə reaksiya girirsə, o qədər də su lazımdır. Bunun hərəsindən 2 mol girirsə 6, deməli 6 mol da suyum olacaq. Bu da düzdür, bu isə düz idi. Səhvim C variantı. 47. Donmuş suda, yəni buzun su molekulları arasında hidrogen rabitələr sabit olur. Çünki bunların donmuş suda temperatur aşağı düşür deyə kinetik enerjilər azalır. Kinetik enerjilərin azalması hərəkətliyin azalması və hidrogen rabitələrin sabit qalması deməkdir. Gəlin baxaq. Temperatur yüksəldikcə molekulanın hərəkəti yavaşlayır. Xeyr, temperatur yüksəldikcə hərəkət artır. Temperatur azaldıqca onların hərəkəti yavaşlayır və hidrogen rabitələrin qırılma ehtimalı azalır. Bu daha düz olardı. 2-də temperatur aşağı düşdükcə molekulanın hərəkəti yavaşlayır və hidrogen rabitələrin qırılma. Və bu tamamilə doğrudur. Aşağı düşəndə qırılma ehtimalı azalır. Çünki hərəkətlilik azalır. Sabit qalırlar. Su molekullarının polyarlığı artır. Xeyr, bu temperaturdan, yəni bu situasiyada polyarlığın əlaqəsi yoxdur. Su molekulları altı bucaqlı kristal qəfəs formasında, bəli, kristal qəfəs formasında düzülürlər. Həmin şəkildə kitabımızda verilmişdir. Bu da olacaq düzgün cavab variantı 2 və 4 B variantı. 48. Suyun termostabil funksiyası nə ilə bağlıdır? Bugün istilik tutumundan söhbət gedir. İndi gəlin baxaq. Suyun istilik tutumunun digər mayelə nisbətən yüksək olması sayəsində tədricən qızır, tədricən soyuyur. Yaşayan canlılar üçün əhəmiyyətlidir. Bəli, bu doğrudur. İstilik tutumu digər mayelə nisbətən yüksək olması sayəsində tədricən qızır. Bu da orqanizm təqdir daxil suyun temperaturu sağlıq xüsusi rol oynayır. Bəli, bu da doğrudur. Yenə istilik tutumundan danışır. 3-də deyir az olması, 4-də deyir az olması. Xeyr, su digər mayelərə nisbətən istilik tutumu yüksəkdir. Ona görə düzgün cavab variantım Y. 1-2. 49-cu sual. Bütün lipidlər karbon, oksigen, hidrogen elementlərindən ibarətdir. Bəli, tamamilə doğrudur. Bütün lipidlər yağdır. Yox, lipidlər başlıqdır uşaqlar, hansı ki qollara bölünür. Yağların hamısı lipiddir. Lipidlər bir neçə yerə bölünür. Onlardan da biri yağdır. Ona görə yağların hamısı lipid deyəcək, amma lipidin hamısı yağ deyil. 2 səhvdir. Lipidlərin hamısı bərkdir. Xeyr, maye halında olanda yağlarımız var. Bu da doğru deyil. Hamısı mayedir. Yenə eynən bərk halda da olan var. Gliserol və yağ turşusundan ibarətdir. Bəli, bu doğrudur. Hamısı gliserol və yağ turşusundan ibarətdir. O da düzgün cavab variantımız olacaq. 1-5 C variantı. 50-ci sual. Bitki hüceyrələrində hansı karbohidratlar rast gəlinmək olmaz? Heyvanlara xas selluloza hüceyrə divarında, fruktoza meyvədə, nişasta depo, glikoza fotosintezdə yaranan həmin o şəkərim, monosaxaridin. Amma glikogen heyvanların depo şəkəridir. Və yaxud da ki, laktoza desəydi, laktoza da süd şəkəridir. Yalnız məməlilərdə rast gəlinəcəkdir. Düzgün cavab variantı B variantı. 51-ci sualda. Verilmiş şəklə əsasən hüceyrədə baş verən X və Y prosesləri haqqında hansı mülahizə yanlışdır? Baxın, X-la mənə maddədən su çıxaraq, 2 molekul maddədən su çıxaraq bir maddə yaranırsa bu kondensləşmədir və su çıxır. Görsünüz o H1-dən su çıxacaq. Əgər maddənin üzərinə su gəlirəmsə və parçalayıramsa bu hidroliz adlanır. Burada üzərinə su gəlirəm. Tamamilə kitabımızdakı şəkildə. X və məndən yanlış istəyir. X istiqaməti kondensləşmədir dedik. Y istiqaməti hidrolizdir dedik. X istiqamətdən baş verən hüceyrədə suyun miqdarı artır. Bəli, su çıxırsa hüceyrədə toplanacaq. Düzdür. Y istiqamətdə baş verən prosesdə hüceyrədə suyun miqdarı azalır. Bəli, çünki hüceyrə suyu maddəyə birləşdirməklə onu hidroliz edir. Bu da doğrudur. X və Y istiqamətində gedən prosesə eyni fermentlər kataliz edir. Xeyr. Dedik ki, fermentlər spesifikdir. Hər biri yalnız özünə aid reaksiyanı kataliz edir.
52. Yanlış ifadəni seçin. Atom maddənin kimyəvi yolla bölünməyən ən kiçik zərrəcidir. Doğrudur. Bütün maddələr atomdan ibarətdir. Doğrudur. Atomlar öz aralarında kimyəvi rabitələr yaradaraq molekullar əmələ gətirirlər. Bəli, doğrudur. Bir maddənin tərkibində yalnız bir növ kimyəvi elementə rast gəlinə bilər. Xeyr, maddə deyirsənsə, sən orada 2 və daha çoxdan söhbət gedir. Yanlış, D variantı. 53-də deyir, kütləsi 80 kiloqram olan insan bədənində təxminən nə qədər su olur? Kitabımızda verilib, insan bədəninin 80% sudan ibarətdir. 80 kiloqramdırsa 80 vur 80, 64. Düzgün cavab variantı olacaq 64. Maye halında olan su üçün yanlış olan ifadəni seçin. Maye halında olan su üçün yanlış olan ifadəni seçin. Başlayaq. Canlılar qazm üçün termostabilləşdirici xassəyə malikdir. Bəli. Yaxşı həll edici xassə, bəli. Yüksək istilik tutumu doğrudur. Maye halından söhbət gedir. Molekul arasında güclü hidrogen rabitələri var. Xeyr, bayaq da dedik. Güclü hidrogen rabitələri buzda, yəni bərk halında var. Çünki temperatur aşağıdır, kinetik enerjiləri azdır, hərəkətliliyi aşağıdır. Ona görə orada qırılma ehtimalı az olur, möhkəm olur buz halında. Mayedə isə onun əksi. D. Səhv variantımız D. 54-də. 55-də doğru ifadəni seçin. Maye halında olan suda hidrogen rabitələri sabitdir. Xeyr, buz halında sabitdir. Buz halında olan suda hidrogen rabitələri sabitdir. Bəli. Doğru mülahizəm elə B variantıdır. 56-da zolal molekullar bir-birindən fərqlənir. Amin turşu sayına görə, amin turşuların növünə görə, amin turşuların birləşmə ardıcılığına görə. Hər üçü düzdür. 57-də DNT molekulunun skletini yaradır. Bayaqki testdə də dedik, skleti şəkər və fosfat qrupu yaradır. Nukleotidlər yan-yana bir-birindən şəkər və fosfata görə, qabaq-qabağa isə bir-birinin azot əsasından hidrogen rabitəsinə görə birləşir. Əsas skletdə baxın budur. Yan-yana düzülməsi həmin onda şəkər və fosfat qrupu yaradır. 58. Ferment və hemoqlobin kimi maddələr zolal molekullardan ibarətdir. Onların tərkibində sadə quruluşlu monomerlər, yəni amin turşuları var. Nukleotidlər nuklein turşularını, glikoza div polisaxaridləri, daha sonra fruktoza monosaxaridləri, monosaxariddir, özü glikozadan birləşib disaxarid olan saxarozdan yarada bilər. Yağ turşusu isə gliseroldan birləşib lipidləri yarada bilər. Amin turşular isə zolaları yaradacaq. 59-da yanlışdır. Fermentlər təkrarən istifadə edilir. Bəli, edilə bilər. Fermentin təsir etdiyi başlanğıc maddə substrat adlanır. Doğrudur. Ferment substrat üzərində təsir nəticəsində əmələ gələn yeni maddə məhsul adlanır. Bəli. Qaraciyərdə zərərli hidrogen peroksidu parçalayan katalaza fermenti hüceyrə daxili fermentdir. Bəli, katalaza hüceyrə daxilidir. Digər kitabımızda adını çəkilən hamısı hüceyrə xaricidir. Yağları parçalayan lipeza fermenti hüceyrə daxilidir. Xeyr, kitabımızda bax adı çəkilib. Lipaza, proteaza, amilaza, bunlar bir də keratinaza var fəaliyyət hissəsində. Bunun hamısı hüceyrə xaricidir. Yem səhvdir. 60-da vitaminlər. Həzm sistemi tərəfindən mənimsənilən zaman kimyəvi dəyişikliyə məruz qalır. Xeyr, qalmırlar. Bioloji proseslər zamanı xammalarla istifadə olunur. Bəli. Müxtəlif amillərin təsiri ilə dəyişikliyə məruz qala bilirlər. Bəli, qala bilərlər. Düzgün cavab variantı C. Vitaminlərdir, sudur, xırda molekullardır, hansı ki glikozadır və s. Bunlar həzm sistemində uşaqlar dəyişikliyə məruz qalmır. Həzmdə daha geniş keçiləcək bu haqda. 61. Üzvü maddələrdə rast gəlinən karbon skelet formasına görə düz ola bilər, şaxəli ola bilər, halqalı ola bilər. Düz zəncir özü də qısa və uzun zəncir ola bilər. Yəni üçü də doğrudur. E variantı. Şəkər elementin tərkibi aşağıdakı variantlardan hansına düzgündür? Yəni karbohidratdan. Karbohidratlar da karbon, oksigen, hidrogendir. Düzgün cavab variantı B variantı. 63. Suyun yüksək həlledici xüsusiyyətinə malik olması verilənlərdən hansı ilə bilavasitə daha çox əlaqəlidir? Poler molekul olmasına görə bayaq da dedik, bir tərəfi nisbətən mənfi, yəni OH tərəfi, H tərəfi isə müsbət yüklənir, dipol yaradır. Bu da onun polyarlığı deməkdir və yüksək həlledici qabiliyyətinə gətirib çıxarır. 63-də C variantı. 64-də cümləni doğru tamamlayın. Canlı hüceyrədə ən geniş yayılmış maddə qeyri-su maddədir, yəni su.
65-də. Bayaqdan deyirik, təkrar edirəm. Yod nişastanın təyin edicisi. Əgər mühitdə nişasta varsa, məhlul rəngi mavi olacaq. Ora yod əlavə etdikdən sonra qələvi mühitdə kupru-SO4 isə zulalın təyin edicisidir. Əgər mühitdə zulal varsa, bənövşəyi rəngi alınacaq. Gəlin baxaq. Deyir, yuxarıda verilmiş cədvəldə sınaq şüşələrində olan qida məhsullarının tərkibində üzüm maddələri təyin etmə çoxlarının təcrübənin nəticəsində əks olunmuşdur. Yəni, siz doğru olanları seçin. Baxaq, X-da qələvi mühitdə kupru-SO4 əlavə etmişəm. Mühitin rəngi mavi qalıb. Bax, bununla qələvi mühitdə kupru-SO4-dən zulalı təyin edirdim. Əgər var idisə, bənövşəyi olmalıdır. Yoxdursa, mavi qalsa, deməli, burada zulalım yoxdur. Bu birisində isə yodla nişastanı təyin edirəm. X-in üzərinə həm də yod tökmüşəm. Olduğu kimi narıncı qalıb. Deməli, burada yoxumdur. Nə zulalım var, nə karbohidratım. Heç nəyim yoxdur burada. Y-də məhlul bənövşəyi rəngi alındı. Deməli, burada zulalım var. Yod tökdükdə isə məhlul narıncı qəhvəyi qaldı. Deməli, burada mənim nişastam yoxdur. Çünki yod nişastanın təyin edicisidir. Məhlul bənövşəyi rəngi boyanıb setdə. Deməli, burada zulal var imiş ki, onun təyin edicisi təyin edib onu. Həmçinin Z məhluluna yod da tökəndə məhlul tünd göy rəngə boyanıb. Deməli, burada da nişasta var imiş. Çünki yod nişastanın təyin edicisidir və təyin olunan rəngi alıb. Keçək. X sınaq şüşəsində olan qidanın tərkibində maddənin monomeri glikoz olan maddə ola bilər. X-də heç bir maddəm yoxdur. Ona görə bunu götürməyəcəm. Daha sonra Y sınaq şüşəsində olan maddənin tərkibindəki maddənin monomeri amin turşu ola bilməz. Niyə? Y-də mən görürəm ki, zulal var. Zulalım varsa, deməli ola bilər. Səhvdir. Z sınaq şüşəsində olan qida maddəsinin tərkibində zulal molekulu ola bilməz. Xeyr, Z-də zulal da var, nişastamdır. 3 də səhvdir. 4-də Y sınaq şüşəsində olan qida maddəsinin tərkibində olan maddənin monomeri amin turşusu ola bilər. Y-də zulalım var, bəli, zulalın da tərkibi monomeri amin ola bilər. 4 düzdür. 5. Z sınaq şüşəsində olan qidada maddələrin parçalama məhsulları monosaxarid, yəni nişastanın parçalanması, amin turşu, yəni zulaldan. Bəli, ikisi də yarana bilər. Düzgün cavab variantım 4 və 5. Qapalı tipli suallar bu qədər idi. Açıq tipləri ayrı videoda yerləşdirəcəm. Hər kəsə uğurlar diləyirəm.